Mən çıxıram. Ay Bahir. Ya. Mən çıxıram, gedim dükkana gəlirəm. O dediğimi de hallele. Yaxşı. Akşam mən həll edəcəm sənə, bebeğim. İsteye yatın koşumda, isteye ben ne bileyim siz aradasınız. Demedin çıkma. Salam. Salam. Necəsən gözəl oğlan? Salam aleyküm. Əhləşsən. Siz işləmək istəyirsiniz? Hə. Bizdə şirkət var, istəyirsinizsə sizi qoşaq, işləyin. Allah köməyiniz olsun. Nə şirkət? Deməli, şampundur, nə bilim, yucu vasitələrdir. İstəyirsiniz? Ne işidir xanım? Pepsi şirkəti də var, yəni istəyirsiniz işləmək. Ne karışım orada? Necə? Orada ne karışım? Yəni, necə izah eləyim, işləyəcəksiniz də ekspeditor kimi. Şamponda. Yox, Pepsi şirkətində, Kilanda. Hardadır iş? İstəyirsinizsə deyirəm, yəni burada gülmək lazım deyil. Yok, biraz qəribə gəldi bana şampon. Ona göre ne bileyim. Yəni istədik kömək eləyək də, istəmirsə problem deyil. Yok istəmirəm xanım, sağ olun. Sağ olun. Ha, o mırtdaşır məndən bilmir hə. Mahir salam, necəsən? Sağ olun xanım, siz necəsiniz? Nə olacaq sənin bu axıran ay Mahir? Ne bileyim, Allah özü gel ver. evlənmə. Bu ne danışıyor? Burada yazılanları oxuyuram, çox xahiş edirəm. Təhqir yazmayın da. Yəni bu da bu o xasiyyətlərdən. Burada nə təhqir yazırsınız ki? Hərən bir Allah Taala bir cür yaradıb da. Salam Mahir, necəsən? Sağ olun xanım, siz necəsiniz? Sağ ol, xanım. Silinib, sən atıyam bloka ha. Yandıramam. Çox xahiş edirəm, sizə əlavə. Yok, çox xahiş edirəm, mən də sizə əlavə. Heç nə gəlməyib, çox xahiş edirəm, mən də sizə əlavə. 25 manat lazımdır, çox xahiş edirəm, bir dənə də sizə əlavə. 25 manat. İhtiyacım var, çox xahiş edirəm, bir dənə də sizə əlavə. Sizin borçluğun ayıma, bir dənə də sizə əlavə. 25 manat yığımda. Yok, düzəlməyəcək. Çox xahiş edirəm, bir dənə də sizə əlavə.
dəstək olar. Güzel heç nə gəlməyib ha. Çox xahiş edirəm, bir dənə dəstək olar. Beş manat gəlməyib ha. Beş manat gəlməyib ha. Çox xahiş edirəm, bir dənə dəstək olar. Çok xahiş edirəm, bir dənə dəstək olar. İki gəldi, yox. Çarəsiz qadın yox, iki gəldi. Çok xahiş edirəm, bir dənə dəstək olar. Çok xahiş edirəm, bir dənə dəstək olar yeni gələnlər.